Doktor, mədə kiçiltmə olan insanlarda sonradan xərçəng əmələ gələ bilər? Mədə kiçilmə əməliyyatı olunan insanlarda xərçəng əmələ gəlmir. Əksinə, mədə kiçiltmə əməliyyatı bəzi piyələnmə ilə əlaqədar xərçəng xəstəliklərinin qarşısını alır. Yəni insan kökdürsə, piylidirsə, bu zaman süd vəz xərçəngi, kişilərdə prostat xərçəngi, yoğun bağırsaq xərçəngi və digər xərçənglərin əmələ gəlmə ehtimalları yüksəlir. Çünki piyli insanların immuniteti də aşağı olur. Amma insan mədə kiçiltmə əməliyyatı olunubsa və arıqlayıbsa, bu zaman həm immunitet yüksəlmiş olur, həm də insanın xərçəng xəstəlikləri ilə mübarizə aparmaq qabiliyyəti yüksəlir. Bir sözlə, kök insanın xərçəngə tutulma riski yüksəkdir, amma əksinə, arıq insanlarda xərçəngə tutulma ehtimalı azdır. Doktor, bəs bu cəmiyyətdə bu fikirlər hardan qaynaqlanır? Hardan bu fikirlər əmələ gəlib? Bu fikirlərin əmələ gəlməsi səbəb maarifçiliyin, savadlığın az olmasıdır. Yəni, insanlar dəqiqləşdirmədikləri, tibbi əsası olmayan fikirləri haradansa bir nümunə kimi eşidirlər və sanki elə bilirlər ki, bu doğrudur. Amma tamamilə yanlışdır. Bir misal söyləyim. Xərçəng xəstəliklərinin ən çox yayılmış qruplarından biri yeni doğulmuş uşaqların 0-1 yaşa qədər uşaqların xərçəngidir. Bunu siz onkoloji xəstəxanalarda görə də bilərsiniz. 70 yaşdan yuxarı insanların xərçəng xəstəliyidir. Bunu da şahid ola bilərsiniz. Buradan belə bir sual meydana çıxır. Bəyəm, yeni doğulmuş uşaqlar da mədə kiçiltmə olunub? 70 yaşdan qoca insanlar da mı mədə kiçiltmə olunub? Bu fakt məhz sübut edir ki, mədə kiçiltmə əməliyyatı ilə xərçəng xəstəliyinin yaxından uzaqdan heç bir əlaqəsi yoxdur.